Bugün burada olmağım, sizin qarşınızda çıxış etməyim bir möcüzədir deyərdim. Çünki həyat mənə ikinci bir şans verdi və mən peşəkar iş yoldaşlarımın qəhrəmanlığı sayəsində bu an qarşınızdayam. Ruhları şad olsun. Çox çətin olsa da fikirlərimi sizə çatdırmağa çalışacağım. Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. Elə anlar olur ki, insan bir göz qırpımında özünü seçim qarşısında tapır, geri addım atmaq, yoxsa var gücü ilə mübarizə aparmaq. O anlarda biz kim olduğumuzu, içimizdəki inancı, fədakarlığı və gücü dərk edirik. Birlikdə çalışdığım, hər uçuşda fikirlərimi bölüşdüyüm insanları itirmək mənim üçün çox ağırdır. Sərnişinləri xilas etmək üçün əllərindən gələni edən Azərbaycan Hava Yollarının qəhrəman pilotları İqor Şnyakinin və Aleksandr Kalyanovun, qəhrəman bələdçimiz Hökümə Əliyevanın etdikləri hamımıza əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi oldu. Ölümlə üz-üzə ikən ən çox nəyi anladım deyə soruşsanız, güclü olduğumu anladım deyərdim. Həyat mənə bunu çox ağır bir şəkildə göstərdi. Mən bizə göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə, sağlamlığımızın qayğısına qalan həkimlərimizə, dualarını bizdən əsirgəməyən soydaşlarımıza və mənə hər zaman dəstək olan anama təşəkkür edirəm.